Salam, hörmətli izləyicilər. Bugünkü izahımız ədəbiyyat fənni ilə bağlı olacaq. 7-ci sinif ədəbiyyat kitabından Hikmətin Fəziləti, Abbasqulu Ağa Bakıxanovun Hikmətin Fəziləti əsəri ilə bağlı izahımız və təhlilimiz olacaq. Video başlamamışdan əvvəl sizdən bir neçə xahişim var. Videomuzu bəyənməyi, kanalımıza abunə olmağı və rəy bildirməyi unutmayaq ki, və paylaşsanız da pis olmaz ki, başqaları da faydalansın. Ya Allah, vaxt itirməyək, başlayaq. Hikmətin Fəziləti. Qədim bir kitabda verilmiş xəbər İranda bir həkim varmış mötəbər. Deməli, hadisələr harda baş verir? İranda. Ümid yox ikən onun sabaha belə bir sifariş göndərdi şaha. Onun üzüyünü böyük hökmdar ən müdrik adama versin yadigar. Şah bu vəsiyyəti icra edərkən ehtiyat edirdi divanələrdən. Deməli, həkim İranda idi. Yəni səhərə ümidi yoxkən şaha sifariş göndərir ki, onun üzüyünü böyük hökmdar ən müdrik adama yadigar versin. Şah bu vəsiyyəti icra etmək istəyir və lakin divanələrdən ehtiyat edir. Çünki hər dövlətli kasıb hər gəda özünü ən müdrik bilir dünyada. Nəhayət hamını çağırtdırdı şah, onların mətləblərini eylədi agah. Dedi, 3 suala istərəm cavab, kim daha düz desə olsun intiqab. Əvvəl ən xeyirli nədir müxtəsər? Tamahkar olanlar dedilər ki, zər. Deməli, birinci sualı nə oldu? 3 suala cavab istəyir şah. Birinci sualı belə olur ki, ən xeyirli nədir? Deməli, tamahkar olanlar dedilər ki, zər. Vergi toplayanlar dedilər xərac. Tacirlər dedilər alver və rəvac. Deməli, hamı özünə sərf edən cavabı verir. Şah dedi, uzaqdır bunlar mətləbdən. Deməli, şah bunları qəbul eləmir. Orada bir qoca durmuşdu həmən. Söylədi, hər şeydən xeyirli hünər, hünərsiz heç bir şey olmaz müyəssər. Deməli, birinci sualın cavabına qoca verir və nəymiş birinci sualın cavabı? Yəni, ən xeyirli olan nədir? Ən xeyirli şey hünər imiş. Şah qəbul elədi, soruşdu yenə, dünyada hər şeydən yaxşı deyin nə? Deməli, şahın ikinci sualı nədir? Hər şeydən yaxşı nədir? Yəni, ən yaxşı nədir? Yüksəldi müxtəlif səslər saraydan, şahın razılığı, şadlıq, firavan. Yəni, saraydan müxtəlif, yəni ikinci suala müxtəlif saraydan yenə səslər qalxır və cavablar da bu olur ki, şahın razılığı, şadlıq, firavan. Yenə də o qoca dedi bu sözü, hər şeydən yaxşıdır, yaxşılıq özü. Yenə də yəni bu suala orada duran qoca təkcə cavab verir, hər şeydən yaxşıdır, deməli yaxşılıq özü. Çünki yaxşı sifət alarsa səndə, afərin söyləyər dosta düşməndə. Şah dedi, ən lazımlı nədir insana? Yenə də çox fikir çıxdı meydana. Yəni, şah bu dəfə üçüncü sualı verir. Yəni, nədir üçüncü sualı? Ən lazımlı nədir insana? Şah isə qoca edirdi diqqət, dedi, ən lazımlı şeydir həqiqət. Deməli, şah üçüncü sualı verəndən sonra qocaya diqqət edir. Qocanın isə cavabı nə olur? Ən lazımlı şey həqiqət olur. Həqiqət olmasa olmaz intizam, dünya həqiqətlər dolanır müdam. Şah qalxıb qocaya eylədi təzim, üzüyü hörmətlə eylədi təqdim. Əmr etdi saraydan getməsin bir an, ki, alsın hər işdən məsləhət ondan. Nəhayət oldu o şahın vəziri, ölkəni düzəltdi onun tədbiri. Nə yaxşı olardı hər ölkədə olaydı belə bir vəzir ilə şah. Ey qüdsi hikmətdən varsa xəbərin, yaxşı adamlarda olsun nəzər. Deməli, əsər epik növdə, hekayə janrında yazılmışdır. Hadisənin təsvirində tək gerisi olunan istifadə olunmuşdur və nəzm formasında yazıldığı üçün mənzum hekayədir. Vəsiyyət edən isə deməli bir İranlı bir həkimdir və üzüyünü şaha göndərib onu ən müdrik adama verməsini vəsiyyət edir. Şah isə yəni bu vəsiyyəti icra etmək istəyərkən yəni divanələrdən ehtiyat edir də və 3 dənə sual deməli ünvanlayır. Birinci sualı nə idi? Ən xeyirli olan nədir? Yəni hər kəs özünə uyğun olan cavabı verirdi orada olanlar. Lakin bir dənə orada yəni 3 sualın hamısına da təkcə oradakı qoca cavab verir, düzgün cavab verir. Heç kim düzgün cavab verə bilmir. Birinci ən xeyirli olan nədir soruşur və qoca isə yəni cavabı da hünər verir. İkinci sual nə olur? Şah ikinci sualı təqdim edir. İkinci sual isə hər şeydən yaxşıdır nə? Yəni bu sualı verir. Yenə də həmin qoca yaxşılıq cavabı verir. Üçüncü sual isə ən lazımlı nədir? Ən lazımlı isə həqiqət cavabını təkcə yenə qoca verir. Yəni şah burada qocaya baş əyir. Bu cavablardan sonra şah qocaya baş əyir və yəni bununla da demək istəyir ki, şah belə olsan elmin
müdrikliyin qarşısında baş əyməlisən. Bunu demək istəyir və şah həmin qocanın saraydan getməsini istəmir və özünə özünə vəzir təyin edir onu. Yəni saray düşə bilər ki, yəni saraydaşlar etiraz edir filan. Yəni belə bir şey yoxdur. Etiraz eləmirlər. Sonra şahın özünün də burada şairin özünün də burada fikri verilmişdir. Deyir ki, yaxın burada nə yaxşı olardı hər ölkədə olaydı belə bir vəzir ilə şah. Yəni hər ölkədə belə vəzir və şahın ədalətli vəzir və şahın olmasını arzulayır. Başqa nə demək olar? Əsərin ideyası kimi məsələn verilə bilər ki, ağıl ən qiymətli sərvətdir. Əsərin ideyası kimi səsləşə bilər. Deməli, hər kəs öz fikrini bəyənər, fikir vermişdir. Sonra şairin burada təxəllüsdə işləmişdir. Ey qüdsi hikmətdən varsa xəbərin, yaxşı adamlarda olsun nəzərin verilmişdir. Yəni şah qocanı əvvəldən tanımırdı, lakin cavablarından sonra onu tanıyır və özünə vəzir təyin edir. Sonra nə demək olar? Sonra məsələn burada bəzi obrazları birləşdirən cəhət var. Məsələn, hansı obrazlarda olar? Qocadır, həkimdir, bir də şahdır. Üçü də müdriklik cəhətdən birləşirlər. Sonra nə demək olar görək? Sonra məsələn vahid süjet xətti var. Bunu demək olar. Vahid süjet xəttidir. Müəyyən süjet üzrə hadisələr inkişaf edir. Bu qədər. Hə, bir də ki, onu demək olar ki, qoca isə üzüyü ona təqdim edər. Qocaya üzüyü təqdim edir şah. Yəni bu qədər. Sağ olun. Videomuzu bəyəndinizsə, dediyimiz kimi videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.